Biskvit üçün burada 175 qram şəkər tozu götürmüşəm. Və burada 175 qram da un götürmüşəm. Əla növ undur. İndi bunun üzərinə nişasta əlavə edəcəm. Deməli, burada 49 qram nişasta əlavə edəcəm üzərinə. Belə. 49 qram nişasta və 7 yumurta istifadə etdiyimə görə burada 7 qram da kabartma tozu əlavə edəcəm. Tərəzimi sıfırladım. 7 qram da kabartma tozu tökəcəm. Bu qədər. 7 qram kabartma tozu. Deməli, bunu hazırladım. Bunları birlikdə qarışdırıram hamısını. Un, nişasta və kabartma tozu. Bunları bir yerdə belə qarışdırıram. Qoyuram bir kənara. Belə. Bunlar istifadə etdiyim yumurtalardır. Böyük olan yumurtalardan istifadə etmək lazımdır. Yəni qramla çəkməyə ehtiyac yoxdur. Mən sizlərə göstərmək üçün qramla çəkmişəm. Burada 7 yumurta var. Deməli, hər biri 65 qramdan düşür. Yəni, ümumi sayını bölmüşəm 7-yə, hər biri 65 qramdan düşür. Ümumiyyətlə, bu reseptdə qramla, yəni yumurtaları çəkməyə ehtiyac yoxdur. Əsas odur ki, böyük yumurtalar götürsünüz. Yəni, bu kifayətdir. İndi başlayıram biskviti hazırlamağa. Əvvəlcə yumurtaları ağlı sarılı birlikdə qaba sındırıram hamısını. 7 ədəd yumurtanı gördüyünüz kimi sındırdım. Üzərinə bir paçka vanil əlavə edirəm. Sulu vanillərdən də istifadə edə bilərsiniz və yaxud da bu vanili 2 dənə də vurmaq olar. Həm daha ətirli olsun, həm də yumurta qoxusu əgər çoxdursa yumurtada onu öldürmək üçün. Üzərinə şəkər tozunu da əlavə edirəm. Belə. Bunu qoyuram mikserin yüksək xodunda qarışmağa. Burada mən bişirəcəyim qabı yerləşdirmişəm. Baxın, 23 diametrə ayarlamışam qabı. List, gördünüz belə bir listdir. Və içərisinə bu cür adi ağ kağız yerləşdirmişəm. Bu kağızı siz dəftər vərəqləri ilə də əvəz edə bilərsiniz. Çörək kağızları olur alanda hansı ki, onlarla da əvəz. Yəni, belə bir kağızla əvəz edə bilərsiniz. Baxın, bu şəkildə bunu yerləşdirirəm. Məndə listim düz olduğuna görə, qabım da düz olduğuna görə kənarda bu hissələrdə, baxın bu hissələrində çox da boşluq yer qalmır ki, xəmir oradan axa. Həm də bizim xəmirimiz qatı olduğuna görə axsa da çox az bir şey çıxır oradan, sobaya qoyan kimi də quruyur qalır. Yəni çox axmır. Əgər sizdə soba listi əyridirsə, o zaman bu kağızı daha balaca kəsib, dairəvi kəsib içəridən yerləşdirə bilərsiniz və bu hissəsində içəri doğru belə qatlaya bilərsiniz qıraqlarından ki, xəmir axmasın. Amma dediyim kimi, xəmir qatı olarsa, listimiz də düzgün olarsa, yəni burada heç bir boşluq qalmır ki, xəmir axsın. Bu hissədən də baxın, belə bir dəmir şpilka var. Bununla belə bərkitmişəm. Bu hissədən də çöplə bərkitmişəm. Bax, bu halqa oynayıraq o tərəfə, bu tərəfə bilirsiniz. Belə xətçi işlə ayarlamışam 23 diametrə. Bu mənim qabım hazırdır. Baxın, artıq yumurta ağı hazırdır. Belə bir qatılığa gəldi. 7 dəqiqədir ki, mən bunu qarışdırıram. Təbii ki, biraz çox da çəkə bilər, az da çəkə bilər. Bu mikserin gücündən asılıdır. Mənə 6-7 dəqiqə bəs elədi. Belə bir qatılıqdadır. İndi bura un əlavə edirəm. Ələkdən keçirirəm, az-az əlavə edirəm. Qarışdırmaq üçün spatula istifadə edin və yaxud da taxta qaşıq, dəmir qaşıq olmasın. Unu az-az əlavə eləyəcəm. 3-4 dəfəyə əlavə eləyəcəm və belə gördüyünüz kimi aşağıdan yuxarı ehtiyatla qarışdırıram. Onu da qeyd edeyim ki, mən deməli sobanı artıq yandırmışam. Yəni mikseri, yumurta ağlarını qarışmağa qoyanda mikserdə artıq mən sobanı yandırıram. Mənim sobam çox güclü olduğuna görə 50 dərəcədə bişirirəm, amma yandırdığım zaman 40 dərəcədə qoyuram sobanı ki, biraz isinsin, həddindən çox qızdırmırıq. Daha sonra sobaya ki qoyacağım xəmiri, o zaman 50 dərəcəyə qaldıracağım xodu.
Baxın, belə mən xəmiri yaxşı-yaxşı qarışdırdım. Qatılığı belədir. İndi tökürəm listə. Baxın, belə xəmir tökdüm qaba, görürsünüz. Kənarlarından da axmayıb heç bir yerindən. Bir damcı buradan çıxmaq istəyir. O da ki, deməli, sobaya qoyan kimi bərkiyib qalacaq. Bu formada indi mən bunu belə çox da yelləmək istəmirəm, axmasın deyə. Çöplə içərisində olan havanı çıxardacağam. Baxın, belə bir dənə uzun çöp götürürəm və içərisində belə gəzdirirəm bunu ki, xırda hava qabarcıqları olur. Yəni, onlar yersiz qabarcıqlardır. Biskvit pişən zaman alçaq hündür olmasın, hər tərəfi bərabər olsun, içərisində hava qalmasın deyə. Bax, belə bu çöplə içərisində belə gəzdirirəm və salam. Qoyuram pişməyə. Biskvitim artıq bişdi, hazırdır. Deməli, 1 saata bişdi. Mən bunu biraz tez də götürə bilərdim. Hardasa 45-50 dəqiqədə də götürə bilərdim. Və üzəri daha ağ olardı. Sadəcə olaraq üzərinin o nəmiş olmağından, çiğ kimi də biraz olmağından xoşum gəlmir. İstəyirəm biraz qızarsın və qurusun. Çox gözəl, yumşaq, hələ tam soymayıb. Hündürlüyü baxın belədir, bu qədər qalxıb. İndi ölçüb deyəcəm sizə. Artıq mən biraz olar bunu götürmüşəm, qoymuşam bura setkanın üzərinə. Burada deməli, baxın, alt hissəsi bu formada. Kənarlarından çıxmayıb, baxın, heç bir yerdən. Bir damcı buradan çox az çıxıb və quruyub qalıb, dediyim kimi burada. Belə. İndi mən bunun altını, baxın, belə çıxardıram, sizə göstərirəm. Görürsünüz, kağız çox asanlıqla arxasından çıxdı. Və arxası da çox yaxşı pişiyib, qızarıb. Dediyim kimi biraz tez də götürmək olar. İndi çıxardacağım qabdan. Tam soyandan sonra, biraz da gözləyirəm, tam soysun, daha sonra çıxardım. Əvvəlcə biskvitin hündürlüyünü göstərirəm sizə. Baxın, 8 sm hündürlüyündə. Yumşaqlığı. Səsə fikir verdiniz yəqin ki. Yəni, çox gözəl, yumşaq, kövrək. Gözəl bir biskvit reseptidir. Təbii ki, bu ölçünü siz, bu 7 yumurtanı siz 20 diametrə də vura bilərsiniz. 19 diametrə də vura bilərsiniz. Amma sobanız yaxşı pişirirsə, yəni sobadan arxayınsınızsa, həmin diametrlərdə də bu biskviti pişirə bilərsiniz. Daha hündür alınacaq təbii ki. Belə, bu qədər. Hazırlayan hər kəsə nuş olsun. Mütləq sınıyın, çox yaxşı. Gördüyünüz kimi gözəl bir biskvit reseptidir. Üst tərəfində sizə göstərim. Hələ istiliyi var, tam soymayıb. Ümumiyyətlə, çalışın biskvit tam soyandan sonra onu belə, necə deyim, yumşaqlığına falan baxmaq istəyirsə baxın. Çünki isti olanda içərisi hələ tam soymadığına görə xəmir kimi olur. Yəni, istər biz buna əl vuranda, istərsəməz içərisi yığılır. Bu qədər. Bunlara fikir verin. Burada biskvitin çəkisini də sizə göstərirəm. 698 qram. Yəni ki, hardasa 700 qramda, yəni 700 qrama yaxın da çəkisi var.